Şagirdlər, abituriyentlər, Güvənin yeni nəşrinin izahlarını davam edirəm. Çoxluqlar bölməsidir. Çoxluqlar bölməsinin əvvəla qaydalarını bu şəkildə konspekt kimi istəyənlər, yəni səliqəli dəftərə yazılmış kimi istəyənlər nömrə yazıb əldə edə bilərlər. Bunu siz çap da edib və bir dəftərə yerləşdirib istifadə edə bilərsiniz. Görürsünüz, qaydalardan savayı nömrələnmiş, yəni topluda, güvəndə elə olan sualların burada həm də qaydası ilə həlli də var. Yəni sizin qayda dəftəriniz həm qaydalar, həm də misal nümunələri kimi olacaq. Başlayaq. Deməli, birincidə deyir ki, M çoxluğu üçün aşağıdakılardan hansı doğru deyil? Burada nəyə baxaraq? Bax, A bəndində deyir ki, A M-ə daxildir. Həqiqətən də M-in içində A var. Deməli, bu doğrudur. Doğru deyili soruşur. B-də deyir B daxildir. Doğrudur. C-də deyir ki, F M-in içində deyil. Bax, üstündə xətt çəkib. Bu da doğrudur. Həqiqətən M-in içində F yoxdur axı. D-yə baxaq, C daxildir M-ə. Bəli, C var M-in içində. Y-yə baxırıq, Y daxildir M. Axı M-in içində Y yoxdur. Amma bu deyir ki, daxildir. Deməli, səhv buradadır Y variantı. Yəni, bu cür yoxlayacaqsınız. İkinci, çoxluğu üçün N-A. Bu nə deməkdir? Balaca N gördünüzsə, bu sadəcə A-nın içindəkiləri say deyir sənə. O da 4 eləyir. Üçüncüdə, aşağıdakı çoxluqlardan hansı çoxluğu ilə eyni güclüdür? Eyni güclüdür, yəni içindəki sayı eynidir. Neçə dənədir? 4 dənə. 4 dənəli hansıdır? Əlbəttə ki, A-dadır. 4-ə baxırıq. Aşağıdakı çoxluqlardan neçəsi eyni güclüdür? Yenə də baxaq. Məsələn, A bəndinə baxaq ki, A bəndində N-lardan söhbət gedir və o naturala daxildir. Natural bilirsiniz ki, sonsuzdur. Sonsuz saydadır. B-yə baxaq ikincidə. Burada da 3N-dir, o da naturaldır. Bunun da saysan sonsuzdur. Deməli, birinci, İkinci, bunlar eyni güclüdürlər. Çünki sayları elə eyni deməkdir. Üçüncüyə baxırıq. N kvadratı bu da natural ədədlər çoxluğundadır. Bunun da sayını saysan sonsuz saydadır. Deməli, 3-ü də qatırıq bura. Və 4-ə baxırıq. 1, 2, 3. Aha, görürsünüz, bu cəmi 3 dənədir. Digərləri nə qədər idi? Sonsuz saydaydı. İndi baxırıq 5-ə. 5-də də 2 çıx N var və N daxildir yenə də sonsuzluğa, yəni naturala. Onda bunun da sayı sonsuz saydadır. Onda bunu da götürürük. Neçə dənə oldu? 4 dənə oldu. 5-ə baxaq. Aşağıdakı çoxluqlardan hansı çoxluğunun alt çoxluğudur? Alt çoxluğu bilirsiniz nədir? Alt çoxluq bu çoxluğun özü də ola bilər və ya bunun elementlərindən düzələ bilər. Baxaq, A bəndinə baxsaq 5, 6, baxın, 6 burada yoxdur. Yəni 6-nı kənardan götürüblər. Amma alt çoxluğu düzəldəndə gələk bunun içindən götürüb düzəldəsən. Ona görə A bəndi deyil, B-yə baxaq. 9, 8, 7, 5, bəli. Baxın, tamamilə bunun elementlərindən götürüb çoxluq düzəldiblər. Bu olur alt çoxluq B bəndi. 6-ya baxırıq. Çoxluğunun neçə alt çoxluğu var? Bəli, alt çoxluq sayını tapanda uşaqlar 2 üstü N düsturundan istifadə edəcəksiniz. N nədir? Buradakıların sayıdır. Neçə dənədir? 3 dənə. Deməli oldu 2 üstü 3, oldu 8 dənə Y variantı. 7-yə baxırıq. A və B çoxluqları verilir və buradan sizdən birləşməni istəyir. Birləşmə nə deməkdir? Bunların içindəki elementlərin hamısını bir çoxluğun içinə atmaq lazımdır. Baxaq, birinci çoxluğu köçürdürəm, sonra gəlirəm ikinci çoxluğu köçürtməyə. Lakin köçürdəndə görürəm 3-ü yazmışam bura, 4-ü yazmışam bura, bir dənə 5-i yazmamışam. 5-i də atıram bura və salam da oldu. Bunları birləşdirdim A variantı. 8-ə baxırıq. 8-də də eyni eləyəcəksiniz uşaqlar. Yəni birləşdirəcəksiniz. Nə olacaq? Bunun üçün yenə deyirəm, asan yol birinci çoxluğu köçürt. İkinci çoxluğu yazanda da bax gör, birinci çoxluqda yazmısansa yazma. Məsələn 4 yazmamısan, yazıram. 5 yazmısan, yazmıram. 6-nı yazmamısan. Bir də 7-ni yazmısan, yazmıram. Bu oldu mənim birləşməm. Və qabağında bayaq dedim ki, N hərfi varsa, nə edəcəksən, onu sayacaqsan. 1, 2, 3, 4, 5, 6, 7 dənə oldu D variantı. 9-a baxırıq, çoxluqlarının kəsişməsi. Kəsişmə bu cür işarə eləyir. Kəsişmədə isə, uşaqlar, hər ikisində iştirak edən elementlər seçilir. Məsələn, hər ikisində 3 var, seçirəm. Hər ikisində 4 var, seçirəm. Cəmi 2 dənə, 3, 4 C variantı olacaq. 10-cuna baxırıq. Çoxluqlar yenə bunu soruşur sizdən. Yəni kəsişmə. Hansılarda baxaq, hər ikisində 2 var, seçdik, sonra 9 var, seçdik və 11 var. Neçə dənə oldu? 3 dənə. Yəni qabağında N varsa dediyim kimi sayını istəyir. 11 də uşaqlar 10 kimidir, həllinə baxa bilərsiniz. 12-yə baxırıq. 12-də isə bu, biraz böyüdüm bunu. 12-də isə bu fərq deməkdir. Fərq və çoxluqların fərqini tapanda baxırsan nədən çıxırsan da A-dan çıxırsan. Mən də gəlirəm A-ya. Nə ediblər? Bax, B-ni fərq ediblər, yəni çıxıblar. B-də olanları A-nın içindən atıram. Nəyi atacam? 3-ü atacam, 4-ü atacam. Nə qaldı? 1, 2, yəni C variantı. 13-ə baxırıq. 13-də isə B-dən A-nı çıxıblar. Deməli, mən B-yə gəlirəm, içindən A-nı atıram. A-da nə var? 3 var,
4 var. Nə qaldı? 5. Yəni qabağına da bax n yazıblar. Sayını istəyir. Yəni bir dənə bizim 5-imiz qaldı. Yəni nə qaldı? Bir dənə ədədimiz qaldı. Bax bu o deməkdir. Sonra davam edək. 14. Burada A-nın sayını veriblər 5. B-nın sayını veriblər 4. Yəni A çoxluğu 5 dənəlidir, B çoxluğu 4 dənəlidir. Məndən də kəsişmənin sayını veriblər 2, birləşməni istəyir. Mən adətən bunu Euler-Venn diaqramının köməyi ilə eləyirəm. Ona görə burada bir şey açım, əlavə. Deməli, Euler-Venn çoxluqlarının köməyi ilə necə edirəm? Dairələrinin daha doğrusu. 2 dənə dairə çəkirik. Baxın, 2 dənə dairə çəkirik. Bu A, bu B çoxluğu. Baxın, A çoxluğu 5 var ha. Bunu dairədən çöldə yazıram. B çoxluğunu da verəndə dairədən çöldə yazıram. Bu orta hissə var ha. Orta hissə onların kəsişməsidir. Bunu 2-ni ortaya yazıram. Bax bu nə deməkdir indi? A dairəsinin içində 2 yarandı. Amma A dairəsinin tamamı neçədir? 5-dir. Onda bu hissəyə nə qalır? 3 qalır ki, ikisi bir yerdə 5 eləsin. B dairəsi də ümumilikdə 4-dür. Lakin içində yenə də bax bu hissədə 2 var. Deməli 4-dən 2 çıxıram, bu hissəyə də 2 düşür. Və məndən birləşmə bax bu ikisini belə birləşdirirəm. Birləşmə necə tapırlar? Bu içindəkiləri toplayırlar. 3 üstə gəl, 2 üstə gəl. Və yaxud da burada bir düstur da var. Deyərsiniz, mənim bunun düsturu var, bəli var. İstəyən düsturdan istifadə eləsin, istəməyən mən deyən yoldan istifadə eləsin. Yəni bəli, bunun düsturu var. 15-ə baxırıq. 15-də ola istəyirsiniz elə düstur variantını deyim. Həm ondan deyim, həm bundan ki, məncə rahat istifadə eləsin. Düsturumuz necədir? Deməli, birləşmə bərabərdir. Ayrıca A. Qruplar sizlər üçün 60 situasiya kitabını təqdim edirəm. Burada İkinci qruplarda bilirsiniz ki, situasiya məsələləri çox önəmlidir, çox bal verir və siz bu situasiyaları əldə etməklə yanaşı, onların video həllərini də əldə edəcəksiniz. Və öz qrafikinizə salaraq, mütəmadi olaraq bu situasiyalardan işləyərək, həm də həllərini izləyərək özünüzü imtahana tam hazırlayacaqsınız. Əldə etmək üçün açıqlamada nömrə olacaq, ondan əlaqə saxlayın. Ayrıca B üstə gəlirəm, amma çıxıram A ilə B-nin kəsişməsini. Baxaq. Deməli 4 üstə gəl 3 çıxılsın 2 cavab 5. Bu düsturdan da istifadə edə bilərsiniz. 16-ya baxırıq. 16-da bizə nə deyir? Bizə birləşməni verib, bir də kəsişməni verib. Amma bu ikisinin cəmini soruşur. Yenə istəyirsiniz düsturdan istifadə edək, istəyirsiniz şeydən istifadə edək. Düstura görə bu birləşmə, yəni 12 bərabər idi. Bu ikisinin cəmi, bu ikisinin cəminə bir x deyim də. X çıxılsın kəsişmə. 10-da x nəyə bərabərdir? 12 üstə gəl 5. 15-ə bərabərdir. 16 oldu. C. 17-yə baxıram. Birləşməni 17 verib. Ayrıca A-nı 8 verib. Fərqini 5 verib. NB-ni tapın. Bax, amma bunu istəyirəm dairə ilə deyəcəm. Bir dəqiqə. Aha. Yenə də 2 dənə dairə çəkirəm. A, B. Birləşmə 17-dir. Bax, birləşməni belə işarə edirəm həmişə. Bura 17-dir. NA 8-dir. Dediyim kimi NA olanda çöldə yaz, içəri yazma. Aha, baba bu vacib bir şeydir. A fərq B bilirsiniz şəkildə hardadır? Bax bu hissədədir. Bax bura 5. Olarsa NB-ni tapın. Yəni bunun tamamını istəyir. Bax buranı istəyir. Deməli mən neyim? Fikir ver. A dairəsinin tamamı 8-dir, amma bunun içində 5 var. Onda bu hissəyə neçə düşürmüş? 3 düşürmüş. Niyə? Çünki dairə tamamilə 8-ə tamamlansın. Yaxşı, fikir ver. Birləşmə 17-dir. Burada 5 var, 3 var. Onda bu nə düşür? Bura hissəyə nə düşür? 17-dən 8 çıxaram. 9 düşər də, düzdürmü? Bura 9 düşür. Hə, indi məndən B-ni istəyir. Yəni bilirsən nə istəyir? Bu B-nin dairəsinin tamamını istəyir. Neçədir? 3 ilə 9-un cəmidir. 12 D variantı. Sonra davam edirik 18 ilə sinifdə. Sinifdə 26 şagirdlərin hər biri ən azı bir xarici dil öyrənir. Onlardan 14 ingilis dilini. 18 alman dilini öyrənir. Neçə şagird hər iki dili öyrənir. Bunun çox sadə bir yolu var. Deməli, əvvəlcə biz bu 18 ilə 14-ü toplayırıq, amma sinif sayını çıxırıq. Sinif sayını çıxırıq. Bu da hardan irəli gəlir? Bayaq yazdığımız düsturdan irəli gəlir və yaxud da dairələrin köməyi ilə də eləmək olar. 18, 14 eləyir. Neçə eləyir? 32. 32-dən də 26 çıxanda 6. 19-a baxırıq. Sinifdə 30 şagirddən 6-sı heç bir xarici dili bilmir. Onda tezcən mən 30-dan 6-nı çıxıram ki, bu öyrənməyənlər sinifdən çıxsınlar. Sırf öyrənənlərimiz 24 nəfərdir. Yaxşı. Onlardan 14-ü ingilis dilini, 15-i isə fransız dilini öyrənir. Neçə şagird hər iki dili öyrənir yenə bayaqki kimi. Bu ümumi öyrənənləri topla. Amma çıx nəyi? Şagird sayını. Şagird sayı da necə? Ha, sırf öyrənən şagirdləri görürsən. Mən əvvəlcə 30-un içindən 6-nı çıxdım. Onlar öyrənməyənlərdir. 15, 19 neçə elədi? 24, 29, 29-dan da 24 çıxanda cavab 5
C variantı. 20-yə baxırıq. Aşağıdakılardan neçəsi doğrudur? Baxaq, A bəndinə baxaq ki, A ilə B-nin bu kəsişmədir. Kəsişmədir A-ya bərabər. Həqiqətən də kəsişmə nə deməkdir? Hər ikisində olan da əlbəttə ki, A-ya bərabər olacaq. Birinci doğrudur. İkinciyə baxıram. A ilə B-nin kəsişməsi deyir A-ya bərabərdir. Xeyr. Üçüncü, yəni həmişə doğrudan biz həmişə baxırıq da. A-dan B-ni çıxanda B-yə daxildir. Xeyr, mən bir şey ki, B-ni atmışam. Necə bu B-yə daxil ola bilər? Deyil. Sonra 4-ə baxıram. A ilə B-nin birləşməsi B-yə daxildir. Bu həmişə doğru olmur. Sonra 5-ci A ilə B-nin fərqi bərabərdir. A-nın üstünə kəsişməni gəlirsən, xeyr, burada biz azaldırıq, əksinə çoxaltdı. Ona görə cavab A bəndi cəmi bir dənəsi doğrudur. 21-ə baxaq. Deməli, deyir ki, aşağıdakılardan neçəsi doğrudur? Yenə də burada bir-bir baxmaq lazımdır. Birincinə baxırıq. A kəsişmə B deyir ki, A-ya daxildir. Bəli, bu doğrudur. A kəsişmə B daxildir birləşməyə. Bəli, bu da doğrudur. Hətta mən sizə bunu göstərim. Baxın. Bax, bu hissə kəsişmədir. Həqiqətən də məsələn A-dırsa, həqiqətən də A dairəsinin içindədir. Görürsüz? Məsələn ikinciyə baxaq. A kəsişmə B buradır və doğrudan da birləşmə də tamamıdır. Həqiqətən də tamamın içindədir də. Yəni ikincidə doğrudur. Üçüncüyə baxırıq. A fərq B buradır baxın. Və buradır. Birləşir B fərqə bura ilə birləşir. Deyir bərabər olur ümumi birləşməyə. Xeyr, çünki burada orta hissə qaldı. Ona görə də üçüncü doğru deyil. 4-ə baxıram. Deyir ki, bunun birləşməsi bu düsturdur. Bu düsturu elə mən sizə bayaq yazmışam, ona görə doğruluğunu sorğulamırıq. Doğrudur. Və 5-ciyə baxırıq. A fərq B, yəni dediyim kimi bu hissə, baxın bu hissə A fərq B bərabərdir. Ümumi A-dan, görürsüz, ümumi A-dan çıxır kəsişməni. Bəli, bu da doğrudur. Neçə dənəsi doğru oldu? 4 dənəsi doğru oldu. 22-yə baxırıq. Ən sevdiyim dairələrlə işlər. Baxaq. Euler-Venn diaqramına əsasən kəsişmə elementlərinin sayını tapaq. Kəsişmə harda olur? Ortada. Neçə dənədir? 2 dənə. 22-də B olur. Çox sadə, rahat misaldır. 23-ə baxırıq. A fərq B. A fərq B dediyim kimi bura düşür. Neçə dənədir içində? 3 dənədir. Yəni 23-də olacaq C. 24-də baxıram. 24-də isə bu cür şəkillərdir. Bu isə uşaqların sevmədiyi hissələrdir. Çünki biraz burada düşüncə lazımdır və mən sizə burada bir tüyo deyim ki, cavablarla getsəniz daha gözəl olar. Rənglənmiş hissəni tapın. İndi deyirsiniz ki, bəs müəllimə açıq sualında. Açıq sualında da müəyyən dərəcədə fikirləşib yanı yazmaq olar. Amma bunun konkret bir nə düsturu yoxdur, nə bir şey yoxdur da. Hər halda fikirləşməlisən. A bəndinə baxaq elə. Deyir ki, bu rənglənmiş hissə A-nın C ilə birləşməsi, bax, A-nı C ilə birləşdiriblər, elə bir, mən sizə belə bir şey deyim də, A-nı C ilə birləşdiriblər və B ilə kəsişdiriblər. Yəni A ilə C-nin birləşməsinin B ilə ortaq hissəsini götürüblər və həqiqətən də elədir. Ona görə heç obsləri yoxlamıram, cavab A-dır. 25-ə baxırıq. 25-də mən sizə bir tüyo deyim. İçindəki C var, fikir verin. İçindəki C-nin bir hissəsi ağarıbsa, deməli, mütləq burada C fərq bir şey olmalıdır. Mütləq C fərq bir şey olmalıdır. O da ya C-dədir, ya Y-dədir. Heç obsləri əziyyət çəkib yoxlamıram. Baxın, dediyim kimi, çünki mən də tüyonu buradan tutdum. Aha, indi birinci C-yə baxıram. Deyir ki, C-dən atıblar nəyi? A ilə B-nin birləşməsini. C-dən A ilə B-nin birləşməsini atsaydılar, C-dən A ilə B-nin birləşməsi, xeyr. Y-yə baxaq, C-dən A ilə B-nin kəsişməsini atıblar. Bəli, C-nin fikir verin, ortaq hissəsi, ortasını atıblar. Ortada nə deməkdir? A ilə B-nin kəsişməsidir. Cavab olacaq Y variantı. 26-ya baxırıq. Şəkilə əsasən, bu nə yazılışdır? Bu tamamlaması deməkdir. Alt çoxluğuna daxildir. Burada yalnız şərt olur ki, B A-nın alt çoxluğu olmalıdır. Şərt olur həmişə və bunun da cavabı aşağıdakı A-dan B-nin fərqi kimi tapılır. O da baxaq neçə dənədir. Yəni A-nın içindən B-nə çıxanda nə qalır? A, B, C, C, F qalır. Neçə dənədir? 5 dənə qalır. 27-yə baxırıq. Rənglənmiş hissəni tapın. Yenə də çalışacağıq cavablarla. Baxaq görək nədir? A bəndində deyir ki, A ilə B-ni birləşdiriblər. Aha, A ilə B-ni birləşdiriblər. Yəni A ilə B-ni tamamilə əvvəlcə rəngləyiblər. Bu o deməkdir. Sonra deyir ki, C-ni atmışıq. Sonra deyir ki, C-ni atmışıq. Bəli, həqiqətən də elədir. Həqiqətən də elədir. Ona görə heç obsları yoxlamıram. A bəndidir. 28-ə baxaq. 28-də P verib, Q verib, R verib, çoxluqlardır və bizdən birincidə mötərizəyə baxan P ilə R-i neyini kəsişdirib? P ilə R-ni kəsişdirmək nə deməkdir? Ortaqları götürmək deməkdir. Baxaq, A var ortaqlardan, B var ortaqlardan. Deməli, P ilə R-in kəsişməsi elə R-in özüdür də. Yəni, burada yazıram ki, elə A ilə B-nin özüdür. İndi bunu Q ilə birləşdirir. Birləşdirəndə biz nə demişdik? Nə yazaq? Birləşdirəndə dedik ki, birini köçürdürəm, məsələn, Q-ni köçürdürəm. Gəlirəm, o birisini də birləşdirirəmsə bura. Ortaq, yəni artıq qalanları da buradan götürüb atıram bura. A bunun içində yoxdur, yazıram. Amma B bunun içində daha var ididən artıq yazmıram. Nə aldım? B, C, D, A. B, C, D, A.
nəyi almışam? Fikir verin. Elə P-ni almışam da. Düzdür? Elə P-ni almışam. Onda cavab nədir? Elə P-nin özüdür. 29-a baxaq. A çoxluğunun alt çoxluqlarından neçəsi bu çoxluğun alt çoxluğudur? Aha. Deməli, biz burada nəyi tapmalıyıq? A çoxluğunun alt çoxluqlarını tapmalıyıq. Amma onların da içindən hansılar ki, məhz bunun alt çoxluqlarıdır, onları düzəltməliyik. Bir sözlə biz B-dən birinci alt çoxluq düzəldək. Ümumiyyətlə, B çoxluğundan neçə dənə çoxluq düzəldə bilərik? 8 dənə. Hardan bildin? Bayaqları düzdür demişdim, axı 2 üstü 3-dən 8. Deməli, bunun özündən 8 dənə alt çoxluq düzəldə bilərəm. Gəl indi baxaq. Birinci nəyə götürə bilərəm? 2-ni. A-nın alt çoxluğudurmu? Bəli. Keçdik. Sonra nəyə götürə bilərəm? 2, 5 cütlüyünü. A-nın alt çoxluğu olacaqmı? Xeyr. 2, 6 cütlüyünü götürə bilərəm. A-nın alt çoxluğu olacaqmı? Bəli. Çünki A-nın da içində 2, 6 var. Keçdik. Ayrı 5-i götürə bilərəm. A-nın içində var, yox, onu da lazım deyil. 5, 6 cütlüyünü götürə bilərəm. A-nın içində olacaq? Xeyr. Ona görə heç bunu yazmıram. Keçirəm. 6-ya baxıram. Ayrıca 6-nı götürürəm. A-nın içində var? Var. Sonra 6, 2 çoxluğunu ehtiyac yoxdur. Çünki artıq yazmışam. Düzdür? Aha. Bunları düzəldə bildim. Bir də uşaqlar yadınızda saxlayın ki, hər bir çoxluğun alt çoxluqlarından biri də boş çoxluqdur. Yəni normal elə boş çoxluq həm B çoxluğunun alt çoxluğu sayılır, həm A çoxluğunun alt çoxluğu sayılır. Ona görə də ümumi neçə dənə oldu? 4 dənə oldu. 30-a baxırıq. Deməli bizə nə verib? Bizə verib A fərq B-ni 3x çıx 7. Bunu yaxşı olar ki, mən ayrıca bir qeyd də yazam, götürüm və yaxşı olar ki, mən bunu dairələrlə yazacağam. Biraz şey edeyim. Baxın. Deməli, bax, A budur, B budur. Baxın, A fərq B deyir mənə. A fərq B deyir, yəni buradır. 3x çıx 7. B fərq A deyir, 2x çıx 3. Şagirdlər, abituriyentlər, Güvənin yeni nəşrinin izahlarını davam edirəm. Çoxluqlar bölməsidir. Çoxluqlar bölməsinin əvvəla qaydalarını bu şəkildə konspekt kimi istəyənlər, yəni səliqəli dəftərə yazılmış kimi istəyənlər nömrə yazıb əldə edə bilərlər. Bunu siz çap da edib və bir dəftərə yerləşdirib istifadə edə bilərsiniz. Görürsünüz, qaydalardan savayı nömrələnmiş, yəni topluda, güvəndə elə olan sualların burada həm də qaydası ilə həlli də var. Yəni sizin qayda dəftəriniz həm qaydalar, həm də misal nümunələri kimi olacaq. Və A birləşmə B, bax bura, 14. Sonra A fərq B deyir, bərabərdir B fərq A olarsa, kəsişmə hissəsini soruşur. Baxın, mən tüyonu buradan alıram. Mənə deyir, axı bunlar bərabərdir. Mən də götürürəm, bərabər eləyirəm də. Və x bərabərdir 4. Yaxşı, x 4-dürsə, gətirirəm, yerinə qoyuram. Bura neçə olur onda? Olur, elə bir 12 çıx 7, 5. Burada olur 5, çünki zaten deyirdi ki, bərabərdir də. İndi bunun tamamı 14-dürsə, bu 5-ləri çıxsam, yəni 10-u çıxsam da, ortaya nə qalacaq? Qalacaq 4. Bir variantı. Davam edək, 31. A verilib, B verilib. Mənə deyir ki, A fərq B. A fərq B. A fərq B nə idi? A-nın içindən B-ni ataq. Nələri atırıq? K-nı atacam, bir də M-i atacam. Nə qalacaq? Bir dənə N-i qalacaq. Yəni bir dənə qalacaq. Burada N verilib, bax, mənə say deyir. Deməli, buradan bir dənə qaldı. Üstə gəlirəm, indi bura baxıram. Buradan da B-dən A-nı atıblar. Əvvəl bunu sileyim biraz. Burada da B-dən A-nı atıblar. Yəni B-nin içindən M-i atıram, bir də K-nı atıram. Yenə də bir dənə qaldı da. Cavab nə oldu? 2 oldu. Bir variant. Davam eləyək 32 ilə çoxluqların birləşməsinin elementlərinin sayını birləşdirəndə bayaq da dedik ki, yəni götürürsən bunları köçürdürsən və gəlirsən burada da olmayanlar 3 var, yazmıram, 4 var, təkrar yazmıram, 6-nı yazıram. Neçədən oldu? 5-dən oldu. B variantı. 33-ə baxaq. Bunu da istəyirəm dairələrlə deyəcəm. Baxın. Deməli A, B kəsişmə 1-dir. Bu 1-dir. Yox, amma sayı 1-dir də. Belə deyək. Sayı 1-dir. Yaxşı, 1 də yazım hələ, baxarım. 1 yazım, 1 dənədir yəni burada. Sonra B fərq A 12-dir, yəni bu hissə 12-dir.
Sonra birləşməsi 16-dır. Yəni buradan bura isə 16-dır. A çoxluğunun alt çoxluqlarının sayını tap. Biz əvvəlcə A çoxluğunun bir özünü tapaq hələ. Bunun üçün 16-dan bu ikisini çıxıram, yəni 13-ü çıxıram. 3 hara qalır? Bura qalır. Amma mən A çoxluğunu tapmaq üçün dairənin içində qalanı toplayıram. 3 dənə burada, bir dənə burada 4. Deməli A çoxluğu neçə elementlidir? 4 elementlidir, düzdür? Və mənə deyir ki, A çoxluğunun alt çoxluqlarının sayını tap. 4 elementlidir olmağına. Bir də baxım. Birləşmə 16, birləşmə 16, kəsişmə 1. Aha. 4 elementlidir. 4 elementlinin də çoxluqlarının sayı neçə edir? 2 üstü 4, 16 edir. Yəni, A çoxluğunun alt çoxluqlarının sayı 16 dənədir. Burada bir şeyi sizə qeyd çatdırım. Cavablarda A variantı yazıblar. A variantı sadəcə bunu alt çoxluğunun yox, elementlərinin sayını tapıblar. Yəni 4 dənə saydıq ha. Yəni güvəndə belə şeylər mən həmişə deyirəm, çoxdur. Güvənin bir müsbət cəhəti olsa da mənfi cəhəti odur ki, cavablarda səhvliklər çoxdur. Yəni ola bilər bəzən mənə yazırlar ki, müəllimə siz orada elə yazmısınız, cavablarda başqadır. Yəni siz həlli özünüz görürsüz də. Hər bir biraz riyaziyyatdan başa çıxan adam özü də görür ki, 4 aldıq, lakin 4 nədir? A-nın elementlərinin sayıdır. Amma məndən axı alt çoxluğunu istəyir. Alt çoxluğu da bu düsturla hesablanır. Ona görə cavab olur 16. Yəni cavablarda A verilməyinə baxmayaraq cavab 16-dır. Bunu da qeyd edirəm. Yəni sonra narazı qalmayın. 34-ə baxırıq. A alt çoxluğudur B-nin, yəni A B-yə daxildir. Olarsa aşağıdakılardan hansılar doğru deyil? Doğru deyil. Gəlin baxaq bir-bir. Birinciyə baxırıq. A ilə B-nin birləşməsi deyir ki, A-dır. Deyil. Çünki burada, bu bilirsiniz necədir şəkli? Baxın. B budursa, içində A budur. İndi mən də bunları birləşdirsəm, necə bu balaca içindəki A eləyə bilər ki? Əksinə böyük B eləyər də, elə deyil. Ona görə bu doğru deyil. Sonra 2-yə baxaq. A ilə B-nin kəsişməsi B-dir. Xeyr, kəsişmə elə əksinə içindəki balaca eləyir. Yəni A eləməli idi. Ona görə 2 də doğru deyil. Başqalarına baxmıram. Niyə? Çünki cavablar 2 bəndlidir. Ona görə elə cavab A bəndi olur. Yəni hamısı 2 bəndlidir. Çox sizlərdə deməli ehtiyac yoxdur. 35-ə baxıram. İfadəsi aşağıdakılardan hansına bərabərdir? Baxaq da, yəni A ilə B-nin kəsişməsi, bunu hətta dairələrlə də eləyib baxmaq olar ki, nə alınacaq? Deməli A, B. A kəsişmə B buradır. Bax, deməli buranı götürüblər birinci, düzdür? Sonra A ilə deyir boş çoxluğu birləşdirmişəm. Əlbəttə ki, A ilə boş çoxluğu birləşdirəndə elə A-nın özü verir də bizə. Bunu da gəlin belə qeyd edeyim. Bax, bu da A-nın dairəsinin tamamıdır. Sonra da deyir ki, indi bu qaraladığından bütöv təzdən A-nı bir də kəsişdirir. Kəsişdirəndə yenə də ortaq elə bu orta hissə qaralanmış qalacaq da. Yəni yenə də A ilə B-nin kəsişməsi qalacaq da. Ona görə cavab A-dır. Sonra 36-ya baxaq. 36-da da yenə bayaq dediyim kimi bu cür misalları cavablarla getmək yaxşıdır və bayaq da dediyim kimi bir tüyonu tez götürün ki, baxın, orta hissədən bir hissəni ağardıblar. Deməli, burada mütləq fərq hissə olacaq. Fərq hissə də özdən olacaq. Ha? Orta hissə nədir əslində? A ilə B-nin kəsişməsidir. Bu A ilə B-nin kəsişməsindən nəyi isə atıblar. Nəyi atıblar? C-nin olan hissəsini atıblar da. Ona görə A kəsişmə B fərq C olmuş olur. O da A variantındadır. 37-yə baxaq. 37-də də yenə cavablarla gedək. Deməli, burada nə ediblər? Burada nə ediblər? Bir baxaq, biraz qarışıq başlayır. A-ya baxaq. A ilə C-ni deyir, A-dan C-ni atmışıq. Aha, yaxşı. Sonra B-dən C-ni atıblar və deyir onları xeyr. Onları kəsişdirsəydilər, bu hissə qaralanmış qalardı. Ona görə A bəndi deyil. B-yə baxıram. A ilə deyir C-ni birləşdirmişdik. Bax burada. B ilə C-ni atmışam. Hə, yaxşı. Sonra onları deyir birləşdirmişəm. Xeyr, onda bu hissələr qaralanmış qalardı. Görürsüz? B-də deyil. C-yə baxaq. A ilə B-ni deyir birləşdirmişəm. Hə, yaxşı, hamısını deyir, yəni qaralamışdım. Aha. Və deyir, sonra atmışam nəyi? Baxın, buna görə deyirəm. Atmışam nəyi? C ilə A ilə B-nin kəsişməsinin birləşməsini. Yəni, bir C-ni götürüb, bir də bu kəsişməni götürüb, bunları ikisini birləşdirib, bu bayaqki dairənin içindən atıb. Hə, düzdür. Çünki atmaq nə deməkdir? Onları ağartmaq deməkdir. Həqiqətən də o hissələr ağarıb, olur cavab C. 38-ə baxırıq. Şəklə əsasən bu ifadəni hesablayaq. Bunun üçün, belə deyək də, məsələn, mən mötərizənin içinə baxıram ki, birinci B kəsişmə C-yə baxıram. B ilə C-nin kəsişməsi nədir? Bir də bu hissədir. Baxın, bu hissədir. Neçə dənədir? 3. 3 dənədir, yəni. Və onun A-nın içindən də və A-nın içindən, A dairəsinin içindən də bu hissəni atıblar. Yəni, bax, bunu atıblar. Nə qalır? 1, 2, 3, 4, 5 dənə qalır da. 5 dənə qalır. Olur nə? D variantı.
39-a baxırıq. Şəklə əsasən yenə də birinci gəlirəm mötərizənin içində A ilə B-ni birləşdirirəm. A ilə B-ni birləşdirməkdə hamısını qaraladım, düzdür? Və C-nin içindən bu qaraladığımı, baxın, hətta belə göstərim də, bu qaraladığımı atıram. Atanda nə qaldı əlimizdə? Bir də bu bir dənə bu qıraqda düşənlər qaldı da. Yəni neçə dənəsi qaldı? 2 dənəsi qaldı. 40-a baxaq. Burada da yenə eynən içəridəki A kəsişmə B. A kəsişmə B baba buradır. Bax buradır. Və C-nin içindən, baxın, C-nin içindən bir dənə bunu atıb. C-nin içindən bir dənə bunu atıb. Nələr qaldı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə qaldı. Baxaq. Deməli, deyir ki, sinifdəki 18 şagirddən 10-u şahmat, 10-u şahmat, 14-ü isə dama yarışlarında iştirak edir. Həm şahmat, həm də dama yarışlarında iştirak edən şagirdlərin sayı K olarsa, K-nın mümkün qiymətlərinin cəmini tapın. Bunu da dairələr formasında göstərmək istəsək, 18 burada, yox, 18 deyil, 18 ümumi şagirddir. Deməli, deyək, 10-u şahmat, bax, 10-u burada şahmatçılar, 14-ü dama, 14 burada iştirak edir. Həm şahmat, həm də dama yarışlarında K nəfər. Aha, indi biz burada K-nı necə tapırıq? Bayaq da dediyim kimi 10 ilə 14-ü toplayıb 18-i çıxırıq, eləyir 6, düzdür? K aldıq 6, amma deyir ki, K hansı qiymətləri ala bilər? K hansı qiymətləri ala bilər? Bu əslində, belə deyim, 2 il bundan qabaq sınağa da düşmüşdü. İndi xatırlayanlar varsa, yoxdursa da, yəni sınaqları eləyənlər köhnə sınaqları bilər. 2 il bundan qabaq sınağa da düşmüşdü. Deməli, burada necə eləyirik? 6, sonra 7 ala bilər, 8 ala bilər, 9 ala bilər və 10 ala bilər. Yadınızda saxlayın ki, balacaya qədər gedirsiniz. Və bunların cəmi 6, 7, 13, 21, 30, 40. Burada cavab 40-dır. Amma cavablarda 30 veriblər. Xeyr. Çünki sınaqda da, yadınızda saxlayın, sınaqda da onlar cavabı 40 vermişdilər. Eyni bu misal idi da. Onlar cavabı 40 vermişdilər. Amma indi öz testlərində cavabı 30 veriblər. 30 deyil, 40-dır. 42-yə baxırıq. 42-yə baxaq. Deməli, NA 11-dir. Yəni, yenə də bunu dairələrlə eləməyə çalışaq. Bu 11-dir. A. Və A fərq B 5-dir. Dedik ki, A fərq B bura düşür. Onda orta nə düşür? 6. 11-dən 5 çıxıram da 6. Mənə də deyir ki, A kəsişmə B-ni tap, elə oldu 6. 43-ə baxaq. Deyir ki, A, B, C verilib, aşağıdakılardan hansı doğrudur? Hə, yenə də biz bir-bir yoxlamalı olacağıq. A bəndində deyir ki, A kəsişmə B C-yə bərabərdir. A ilə B-ni kəsişdirəndə biz onların ortaqlarını seçəcəyik. Hansılardır ortaqları? 1, sonra 5, düzdürmü? Bax 5, sonra 6, sonra 8 və 9. İndi deyir ki, mənə bərabərdir C-yə. Baxaq görək C elbəyən budumu? Xeyr, C bu deyil. Onda A bəndi nədir? Doğru deyil. B-yə baxaq. Deyir ki, B-dən A-nı çıxanda, silirəm indi bunu. Deyir ki, B-dən A-nı çıxanda da C alınır. Görək. B-dən A-nı atıram. Bax, 1-i atıram. 5-i atıram. 6-nı atıram. 8-i atıram. 9-u atıram. Düzdür? Nə qaldı? Yox, B-dən A-nı atacaqdım. A-dan B-ni atdım mən. Yox, elə C bəndini yoxlamış oluram da. Nə fərqi var ki? Hə, nə qaldı əlimdə? Bax, 3 qaldı, 11 qaldı. Yəni, elə C qaldı. Elə C düz imiş. Heç B-ni yoxlamamışam, yaxşıdır. Vaxtım getmədi. C düz imiş. 44-ə baxaq. Deməli, A, B-nin birləşməsi 14-dür. Yəni də bunu dairələrlə demək istəyirəm. Birləşməsi 14-dür. Kəsişməsi 3-dür. Bura 3-dür. Və deyir ki, B fərq A bərabərdir NA-ya. Yəni buna. Olarsa A fərq B-ni tapın. B fərq A. Yəni baxın. Bura. Məsələn, A götürək də bura. Düzdür. Buranı X götürsəm. Buranı X götürsəm. NA nəyə bərabər olur? X üstə gəl 3-ə bərabər olmur. Bu da mənə deyir ki, B fərq A da buna bərabərdir. Onda B fərq A hissəsi buradır da. Onda burada nə yazıram? X üstə gəl 3 yazıram. Mən də bilirəm ki, bunun birləşməsi 14-dür. Onda X üstə gəl 3 üstə gəl X üstə gəl 3 bərabərdir 14. 2X bərabərdir 8. X də bərabərdir 4. Mənə də deyir ki, deməli, mənə də deyir ki, nə deyir? A fərq B-ni tap. A fərq B də buradır. Yəni elə X-dir. Yəni elə 4. Sonunda 4. Keçdik. 45. NA bərabərdir 2 vurulsun NB. Yenə də bunu dairələrlə demək istəyirəm. NA bərabərdir 2 vurulsun NB-yə və A birləşmə B 18-dir. Bax, burası 18-dir uşaqlar. A kəsişməsi burası 3-dür. İndi mənə deyir ki,
n b-ni tap. Bura olsun a, bura olsun b. B-yə x desəm, onda bura nə olur? 2x olur. İndi təsəvvür edin. Bura x-dırsa, bura x çıx 3 düşür. Ümumi 2x-dırsa, bura 2x çıx 3 düşür. Və birləşmə 18-dir. Onu da dedik ki, içindəkiləri toplayırıq. 2x çıx 3, üstəgəl ortadakı 3, üstəgəl x çıx 3. Bunların hamısı nədir? 18-dir. Görək. 3-lər getdi. 2x, x elədi 3x. Bu 3-ü keçirdik bu tərəfə 21. X bərabərdir 7 tapdıq. Mənə deyir ki, n b-ni tap. N b də elə x qəbul eləmişdim. Ona görə cavab 7. 46-ya baxırıq. A-nı verib, kəsişməsini verib və B çoxluğu qardaşlardan deyir hansı ola bilər. Gəlin bunu da eləyək dairələrlə. Bu A-dır, bu B-dir. Kəsişməsində 2 və 8 var və A-nın da içində 2, 8 var. Onda A-nın bu hissəsində ancaq 4-lə 6-nı yerləşdirirəm. Mənə deyir ki, B aşağıdakılardan hansı ola bilər? Yəni, B-nin mütləq içində nə olacaq uşaqlar? 2 ilə 8 olacaq. 2 ilə 8 mütləq olacaq. A bəndinə baxıram. Yazıb ki, 2, 8, 4. Axı 4 A-nın içində bu tərəfdə idi. Necə ola bilər ki, 4 B-nin içinə daxil ola bilsin? Deməli, A deyil. Başqa 2, 8 C-də var. Deməli, 46-da oldu C. Sonra 47-yə baxırıq, şəkildir. Yazıb ki, şəkildə rənglənmiş hissə hansı çoxluğu göstərir? Buradan görsənir ki, bu üçünün də kəsişməsidir. Amma baxaq, A bəndinə bax. Yazıb ki, yalnız bir çoxluğa daxil olan elementlər çoxluğu. Yalnız bir deyil, axı, üçündə də var. Ən azı bir çoxluğa daxil olan elementlər çoxluğu, ən azı bir deyil. Burada üçü də var əslində. C-yə baxaq, yalnız 2 deyil. D variantına baxaq, ən azı 2 çoxluğa daxil olan elementlər çoxluğu. Ən azı 2 çoxluq var, bəli. Y variantına baxaq, yalnız 3 çoxluğa daxil olan elementlər. Yalnız 3 çoxluğa daxil olan elementlər deyir. Çünki A çoxluğunda da var. B çox, amma burada yalnız deyir. Ona görə bura biraz səhvdir. Ən azı 2 çoxluğa daxil olan, bəli, ən azı 2 çoxluq nağdı var. Çünki məsələn A ilə C-ni cüt götürsən, A ilə C istəsən var, B ilə C istəsən var. Yəni yalnız 3 çoxluğa daxil olan desəydi, bilirsiniz hansı hissəni göstərmiş olardı və bu ortanı istəmiş olardı da. Yalnız sözü biraz burada səhvlik var da, başqa yox. Yalnız dediyinə görə ortanı götürmüş olardı, amma ortanı götürmür. Amma burada deyir ki, ən azı 2. Həqiqətən də məsələn bu 2-ni götürsən var, bu 2-ni götürsən var, bu 2-ni götürsən var. Ona görə cavab D. 48-ə baxırıq. 48 əslində bayaq elədik də. Deyən görüm hansı idi ki bu. Orada bayaq eləmişik də 45 ilə tək. Bunda niyə təkrar salırlar? Mən hələ də anlamıram. 49-a baxaq. Biraz məsuliyyətsiz yanaşırlar kitab yazanda. Hər il eyni kitab çıxardırlar və köhnə kitabın misallarını atıb sadəcə arxaya 5 dənə misal əlavə etməklə yeni kitab çıxardırlar. Nə bilim, vallahi öz işləridir. 49-a baxırıq. 36 nəfərlik sinifdə 15 nəfər riyaziyyatdan müvəffəq deyil. Baxın, müvəffəq deyil bilirsiniz nə demək? Yəni 15 nəfər 2 alıb. 14 nəfər isə riyaziyyatdan müvəffəqdir, yəni qiymət ala bilib. Amma fizikadan müvəffəq deyil. Bu iki fənnin hər ikisindən müvəffəq olan neçə nəfər var? Burada biz nə edirik? Baxın. 15 nəfər riyaziyyatdan müvəffəq deyil. 15 nəfər çıxdı. 14 nəfər də fizikadan müvəffəq deyil. Nə olsun ki, riyaziyyatdan müvəffəqdir? Deməli, 14 ilə 15, 29 nəfər ya riyaziyyatdan, ya fizikadan müvəffəq deyirlər, yəni. Mənə də deyir ki, bəs hər ikisindən müvəffəq olan neçə nəfər var? Onda 36 nəfərdən bu müvəffəq olmayanları çıxsam, yerdə qalır 7 nəfər ki, onlar hər iki fəndən qiymət ala biliblər. Belə. 50-yə baxırıq. Şəkildəki ştrixlənmiş hissələri aşağıdakılardan hansı ifadə edir? Burada da yenə cavablarla yoxlaya bilərik ki, baxın, ümumi rəngləyiblər. Deməli, mən tez bilirəm ki, bu birləşmədir. Ya A-dır, ya B-dir, ya Y-dədir. Və ümumi birləşmənin içindən bu kəsişməni çıxıblar. Kəsişmə də buradadır. Ona görə cavab olur Y variantı. 51 çoxluğunun alt çoxluğu. Qruplar sizlər üçün 60 situasiya kitabını təqdim edirəm. Burada ikinci qruplarda bilirsiniz ki, situasiya məsələləri çox önəmlidir, çox bal verir və siz bu situasiyaları əldə etməklə yanaşı, onların video həllərini də əldə edəcəksiniz. Və öz qrafikinizə salaraq, mütəmadi olaraq bu situasiyalardan işləyərək, həm də həllərini izləyərək özünüzü imtahana tam hazırlayacaqsınız. Əldə etmək üçün açıqlamada nömrə olacaq, onunla əlaqə saxlayın. Suala baxırıq. Deməli, 50 yox, 51. 51. Deməli, A daxildir B, bu o deməkdir ki, A B-nin alt çoxluğudur və bunun şəklini çəkəndə, dəyərli şagird, bax, bunun şəklini çəkəndə 51-in. Bunu belə çəkə bilərsən, bax, bu B-dirsə, onda bunun içində hər hansı bir A çəkə bilərsən. Və n A 2-dir, onda bunun sayı 2-dir.
NB fərq A 4-dür. O 4 bilirsiniz harda dayanır? Bax, burada. Və mənə deyir ki, NB-ni tap. NB təbii ki də bu 4 ilə bu 2-nin cəmi eləyir 6, yəni C variantı. 52 biraz böyüdək. Deməli, A fərq B 7-dir, kəsişməsi 3-dür. Onda buna uyğun şəkli belə çəkirəm. A-dır, B-dir. A fərq B 7 buradadır. Kəsişmə 3 buradadır. Bax, sənə nə istəyir? NA-nı istəyir. NA, A dairəsinin içərisində olanların cəmidir. Bu da eləyir 10. 53-ə baxaq. NA bərabərdir NB-yə. Birləşmələri 24-dür, kəsişmələri 6-dır. Yenə də mən A kəsişmə B-ni çəkirəm. Orta 6-dır. Birləşmələri 24-dür, dəyərli şagirdlər. Onda bu ikisinin payına 24 çıxılsın 6, 18 qalır. Düzdür. Və məsələn, mənə deyirsə ki, A B-yə bərabərdir, onda mütləqdir ki, bura x-dırsa, elə burada x-dır. Çünki A-da x üstəgəl 6 olsun, B-də x üstəgəl 6 olaraq bərabər çıxsınlar. İndi cəmləri 24-dürsə, yəni birləşmələri də bir sözlə bunların cəmi. Bu eləyir 2x üstəgəl 6 bərabərdir 24. Buradan x-i neçə tapırıq? 9 tapırıq. Yəni bizdən də buranı istəyir. 54-ə baxaq. Yenə də bizdən bu hissəni təmizləyim. Aha. Deməli, mən yenə də dəyərli şagirdlər bunu qururam. A fərq B buradır. Bura 13. B fərq A buradır 12. Birləşmə 35 qeyd elədim. Və A kəsişmə B bura x-i qeyd edirəm. Vəssalam dəyərli şagirdlər, bu x-i tapanda sadəcə 35-dən bu ikisinin cəmini, yəni 25-i çıxacam. Cavabımız olacaq 10. Y variantı 55. A kəsişmə B birləşmə C çoxluğu aşağıdakılardan hansına deyir bərabər ola bilər? Bax, bu düsturlardır, yadınıza saxlayın. Elə bil bunu bilirsiniz necə düşünün. Mən sizə rahat yol deyim. Paylama qanunu kimi düşünün. Bax, bu çöldəki işarə paylama kimi hər birinə gedəcək. Onda A kəsişmə B, sonra ortanı da ortada yazırsınız və A kəsişmə C olacaq. Hansı bənddədir? A variantındadır. 56. A və B çoxluqları üçün aşağıdakılardan hansı doğru deyil? Bax, doğru deyil, ha. Gəl bir-bir yoxlayaq da məcbur. Deməli, A bəndini yoxlasan, deyir birləşməsi 5-dir. 5 bilirsiniz nədir? Yəni, birləşmənin elementlərinin sayını göstərir. Gəl birləşdirək. A, B, C, D, bir də F var. Çünki elə B, C-nin alt çoxluğudur. 5 dənədirmi? Bəli. B-yə baxaq. Bu tamamlayıcıdır. Və A fərq B-ni göstərir. Həqiqətən də 3 dənə qalır. C-yə baxaq. A fərq B 3 dənədir. Yəni elə zaten bundan eynidir, düzdür. Yox, bunu işarə eləməyim, elə bilərsiniz cavab odur. Xeyr, bu düzdür. Biz səhvi axtarırıq və D variantına baxaq. B fərq A 2-dir. Xeyr. Niyə? Çünki B A-nın alt çoxluğu olanda, B-dən A-nı çıxanda heç nə qalmır, boş çoxluq qalmalı idi. O yüzdən 57. Diaqrama əsasən uyğunluğu müəyyən edin. Deməli, A kəsişmə B-ni istəyir. Baxın, A kəsişmə B buradır. Buradır. Neçə dənədir? 4 dənə. Deməli, 1-ə gedəcək B. 1-ə gedəcək B. 2-yə baxaq. A fərq B. A fərq B buradır. Burada neçə dənədir? 3 dənə. Yəni, 2-yə gedəcək C. Və 3-ə baxaq NB. NB B dairəsinin içərisində 5 dənədir. Bu da gedəcək A-ya. Hansı bənddədir? Gəlin baxaq. 1B, 2C, 3də A. D variantıdır. Əla. 58. Diaqrama əsasən yalnız bir çoxluğa daxil olan elementlərin sayını tapın. Yalnız bir çoxluğa daxil olmaq bilirsiniz nədir? Bax, mən sizə onu göstəreyim. Bir dəqiqə. Bax. Baba bu. Baba bu. Budur. Yalnız birinə aiddir. Bir də buradır. Bir də buradır. Bu köhnə şeydə də var idi. Nəşirlərində. Orada səhv verilmişdi. İndi baxaq görək burada nə verilib. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə olmalıdır. Hə, cavab da nə yaxşı ki 10 dənə veriblər. Düz imiş.
Amma natural ədədlər çoxluğunda çox səhv var idi. Mən onu dəfələrlə hətta sizə isbat elədim ki, bu cavabı səhv veriblər. Güvənin özünə də mesaj yazmışam. Geri dönüşdə sadəcə təşəkkür elədilər və salam. Yaxşı. 59. Hər birində 7 element olan iki çoxluğun birləşməsi 9 elementlidir. Bax, hər birində əslində 7 element var. Bunda da 7-dir, bunda da 7-dir. Amma birləşdirəndə biz içindəkiləri sayırıq. Görürük 9 dənə çıxır. Ay balam, necə oldu? Çünki burada təkrarda var, o yüzdən. Bu çoxluqların hər ikisinə daxil olan elementlərin sayını tapın. Bunun üçün dəyərli şagirdlər, bu 7-ləri toplayıb həmən bu 9-u çıxırıq. 14-dən 9 çıxanda cavabımız 5. Bəli. 60-da nə deyir? Bir məktəbdə yalnız futbol və yalnız voleybol. Aha, onda bunun şəklini çəkək yenə də. Futbol, voleybol. Bax, deyirsə ki, yalnız futbol, yalnız voleybol oynayanlar və bu oyunlardan hər ikisini oynayan şagirdlər var. Voleybol oynayanlar, futbol oynayanların 3 mislidir. Şərtdə əslində biraz səhvlik var. Yazmalı idi ki, yalnız voleybol oynayanlar. Deməli, gəl onda belə eləyək. Futbola x deyək, voleybol 3x olsun. Hər ikisi isə 15 olsun. Hər iki oyun oynayan 15 nəfər var. Aha, voleybol oynayan ən az neçə nəfər var? Biz nə bilirik? Yox, belə eləməyəm bir dəqiqə. Yalnız demir deyəsən. Şagirdlər, abituriyentlər, Güvənin yeni nəşrinin izahlarını davam edirəm. Çoxluqlar bölməsidir. Çoxluqlar bölməsinin əvvəla qaydalarını bu şəkildə konspekt kimi istəyənlər, yəni səliqəli dəftərə yazılmış kimi istəyənlər nömrə yazıb əldə edə bilərlər. Bunu siz çap da edib və bir dəftərə yerləşdirib istifadə edə bilərsiniz. Görürsünüz, qaydalardan savayı nömrələnmiş, yəni topluda, güvəndə elə olan sualların burada həm də qaydası ilə həlli də var. Yəni sizin qayda dəftəriniz həm qaydalar, həm də misal nümunələri kimi olacaq. Bura x qoysaq, onda futbol oynayanlar x üstəgəl 15 olur. Və bizə deyirdi ki, voleybol oynayanlar futbol oynayanların 3 mislidir. Onda buranı 3-ə vursan, bu da 3x üstəgəl 45 edir. Onda voleybol oynayanlar üçün 3x üstəgəl 45-dən bu 15-i çıxarıq da biz. Bu heç. Və mənə deyir ki, voleybol oynayan ən azı neçə nəfər olar? Heç nə. Buradakı x-dan asılıdır. Bu da nəfər dediyinə görə ən az nəfər biz 1 götürə bilərik. Birdən aşağı nəfər olmur axı. Onda burada yerinə yazırıq. 3 vur 1 üstəgəl 45. Cavab 48. 61. Deməli, A-nı 1-2 verib alt çoxluqlarının sayı. Yadımıza saxlayaq ki, alt çoxluqların sayı 2 üstü n ilə qeyd olunur və n elementlərin sayıdır. 2 üstü 2 elədi 4. 62. A fərq B 3-dür. Gəlin mən bunun şəklini çəkim. Bax, bura 3-dür. Kəsişmə 4-dür. B fərq A 5-dir və bizdən birləşməni istəyir. Biz bilirik ki, bu birləşmədə bunların cəmi tapılır. 63. ABC olarsa, ABC-nin ümumi kəsişməsinin elementlərini soruşur. Hər üçündə də M var, hər üçündə də N var. Yəni 2 dənə. 64. ABC verilib, bu dəfə birləşdirir. Birləşdirəndə hamısını bir çoxluğun içinə salırıq, lakin təkrarları bir dəfə qeyd edirik. Onda ən çoxunu birinci düzürəm. 1, 2, 3, 4, 6.
Sonra burada olmayanı gətirib yanına düzəcəm. Bax 5 yoxdur, gətirirəm bura. Burada 9 ilə 8 yox idi, gətirirəm bura. Neçə dənə oldu baxaq. Hal-hazırda 8 dənədir. Nəysə buraxdığımız var. Hə, 7-ni də buraxmışam. 7 oldu nə? 9 dənə. 65. Yenə ABC verilib. Bu dəfə A-dan B fərqi nə çıxır? A-dan B-ni çıxanda, yəni A-nın içindən B ilə ortaq olanları çıxırsan, nə çıxırsan? 1-i çıxırsan, 5-i çıxırsan, vəssalam qalır 7, 9. Sonra deyir, C-ni də çıx. Bu 7, 9-un içindən C-ni də atıramsa, yəni elə 7, 9 C-də də var, atıramsa, nə qalır burada? Heç nə qalmadı axı. Yəni 0 qaldı. 66. A fərq B yazaq. 2-dir. Və bura 2-dir. Kəsişmə 6-dır. B fərq A 3-dür. Olarsa birləşmə bilirik ki, bunların cəmidir 11. 67. A fərq B 2-dir. Şəklimizi çəkək. Bura 2-dir. Birləşmə 7-dir. B fərq A 3-dür. Kəsişməni istəyir. Heç nə 7-dən bu ikisinin cəmini çıxacam. 5-i çıxacam. Cavab 2 qalacaq. 68. Yalnız B çoxluğuna daxil olan elementlərin sayını istəyir. Yalnız B, yəni bax buranı istəyir. Neçə dənədir? 2 dənədir. 69. A verilib. A fərq B 2 olarsa A kəsişmə B-ni istəyir. Yadınızda saxlayın. Burada neçə dənədir? 5 dənədir. 2 dənəni çıxırsan, yəni fərqi çıxırsan, ortada onların kəsişməsi qalır. O da 2 dənəni çıxandan sonra 3 dənə qalır. 70. Bunun da şəklini çəkməyə çalışım. Deməli, A kəsişmə B A-dır. Aha, onda bu bilirsiniz nə deməkdir? Bu A çoxluğunun B çoxluğunun alt çoxluğu olmasıdır. Bura B-dir, bura A-dır. Çünki həqiqətən də A ilə B-nin kəsişməsi elə A-nın özüdür. Və A-nı sənə 5 dənə veriblər. B fərq A-nı 8 veriblər, buradır. Və nə istəyir bizdən? Hə, B-ni istəyir. Vəssalam. Yalnız alman dilini bilənlərin və bu dillərdən heç birini bilməyənlərin sayı bir-birinə bərabərdir. Yəni, bax, bura x-dir, bura x-dir. Bir də çöldə x var. Yəni, heç birini bilməyənlər. Ümumi isə sinifin 40% deyir ki, ingilis dilini bilir. Yalnız ingilis dilini bilənlər bütün sinifin neçə faizidir? Deməli, dəyərli şagirdlər, gəlin burada belə bir şey eləyək. İngilis dili bilənlər neçə faiz idi? Hamısı bir yerdə, 40% idi. Onda bu orta 40% çıx x eləmir, bu x-i çıxıram. Bəli. Və bunların hamısı bütün sinif eləmirmi? 100%. Bəli. Gəl baxaq. X, 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 bir də buradakı 40% çıx x bərabərdir 100%-ə. Onda misalımız nə hala düşür? Bu x-ların biri zaten islah gedir. 2x bərabərdir 100-dən də 40 çıxıram. 60 və x də bərabərdir 30. Deməli, 30%-ə bərabər imiş. 73. Deməli, NA 6x üstəgəl 2-dir. Bunu çəkək. 6x üstəgəl 2 buradır. Sonra B 2x üstəgəl 9 buradır. A kəsişmə B bura x üstəgəl 1-dir. A fərq B 2 dənə B fərq A-dır. Onda fikir verin. 6x üstəgəl 2 buradır, x üstəgəl 1 buradırsa, A fərq B-nin payına 6x üstəgəl 2-dən x üstəgəl 1-i çıxacaqsan da, qalacaq 5x üstəgəl 1. Burada isə 2x üstəgəl 9-dan x üstəgəl 1-i çıxsan, x üstəgəl 8 də buradadır. İndi baxın, A birləşmə B-ni istəyir də məndən. Və mənə bu şərti vermişdi ki,
Yalnız A fərq B, yəni 5x üstəgəl 1 deyirdi ki, bərabər elə bunun 2 qatına. Bu da budur. Yəni 2x üstəgəl 16-ya. Buradan 3x bərabərdir 15-ə, x bərabərdir 5-ə. İndi mənə deyir ki, A birləşmə B-nin elementlərinin sayını tap. Bunları birləşdirsək, bu neçə x eləyir? 5x, x, 7x üstə gəl 1, 1, 2, 10. Düzdür? Və mən x-i 5 tapdım axı. Onda 7 vur 5 üstə gəl 10. Cavabımız eləyir 45. 74-ə baxaq. NB 15-dir. B fərq A deməli. Bax. NB bu 15-dir. B fərq A 7-dir. Bura 7-dir. Burada A-dırsa. A kəsişmə B çoxluğunun elementlərinin sayını tap. Təbii ki, bu 15-dən 7-ni çıxacaqsan, bura qalacaq 8. 75. Sinifdə ingilis və ya alman dillərindən ən az birini bilən 35 şagird var. Hə, bu nə deməkdir? Ümumi 35 şagirdimiz var imiş deməli. İngilis dilini bilənlərin sayı, bu ingilis, bu alman yazaq, AB yazmayaq. Alman dili bilənlərin sayının 3 misli və hər iki dili bilənlərin sayının 6 mislidir. Gəlib elə eləyək. Hər iki dili bilənlərə x yazaq. Onda ingilis dili bilən 6x olur. Və bax, deyir ki, ingilis dili bilənlərin sayı 6x-dir da hal-hazırda. Alman dili bilənlərin sayının 3 mislidir. Onda alman dili 2x-dir. Düzdür? İndi bax, onda bura 4x qaldı, bura x qaldı. Hər iki dili bilənlərin sayının sinifdə ingilis dilini bilənlərin neçə nəfərdir? Baxın, bizim birləşməmiz 35 nəfər idi. Yox, bir dəqiqə. Burada 5 yazmalıydım ona görə. Deməli, birləşmə neçə x deymiş? 7x. 7x bərabərdir 35. X də bərabərdir 5. İndi bizdən nə istəyir? İngilis dili bilənlər neçə nəfərdir? İngilis dili bilənlər 6x idi axı. 6 var 5, 30 nəfər. 76. Deməli, deyir ki, 3 rəqəmli natural ədədlərdən 5-ə tam bölənləri A ilə, 3-ə tam bölənləri isə B çoxluğunu təşkil edir. Və A fərq B. Bilirsiniz nə deməkdir? Deyir yəni ki, deməli, yalnız 5-ə bölünsün, bax görürsən, amma 3-ə bölünənləri içindən at. Bu o deməkdir ki, həmin ədədlərin içindən 15-ə bölünənlərini götürməyəcəksən. Niyə? Çünki 15-ə bölünən həm də 3-ə bölünəndir. Və belə deyim, belə də eləyə bilərik. Əvvəlcə 5-ə bölünənlərin sayını tapaq. 3 rəqəmli ədəd olduğuna görə 100-dən 999-a qədər ilk 5-ə bölünən 100-dür, sonuncu 995-dir. Bunların fərqini bölürük 5-ə, çünki 5-dən söhbət gedir və üstünə 1 gəlirik. Bu eləyir 180-dana. Bir də 3-ə bölünənləri ilk 3 rəqəmli ədəddən 3-ə bölünən 105-dir. O birisi isə 990-dır. Bunu aralarında fərqi tapıb bu dəfə 3-ə bölürük. Yox, 3-ə bölməyəcəm. Bayaq söhbət elədim 15. Onda elə 15-ə bölürəm. Ki onu çıxacam da mən. Axı dedim ki 15-ə bölünənləri çıxacam. Elə gəl 15-ə bölək. Üstünə gəl 1, bu da eləyir 60. Vəssalam. Deməli, bayaq nə dedim? 180-dan 60-ı çıxacaqsan. Cavab 120. 77-yə baxaq. Hər birində 14 element olan iki çoxluğun birləşməsinin elementlərinin sayı 23-dür. Bəs deyir, kəsişməsinin elementlərinin sayı nədir? Deməli, bax, bu A-dır, bu B-dir. Bu 14-də nədir? Düzdür? Hər birində 14 element var. Bu da 14 dənədir. Birləşdirəndə
Deyir birləşdirəndə 23 dənədir. Bəs deyir kəsişməsi neçə dənədir? Biz düstura da əsasən tapa bilərik, yaxud da belə də tapa bilərik ki, bunu tapanda nə edirik? Bu 14-ləri toplayıb 23-ü çıxırıq təbii ki. Yəni 28-dən 23-ü çıxırıq. Çünki təkrar olunub da, o yüzden cavabımız olur 5. 78. Deməli, çəkək. A-dır, B-dir. A 10 dənədir, B 14 dənədir və birləşmə deyir ki, birləşmə kəsişmə ilə 12-nin cəmidir. Gəl belə eləyək. Kəsişmə x desəm, onda birləşmə x də gəl 12-dir. Məndən A fərq B-ni istəyir də. Mən nə edərəm, dəyərli şagirdlər? Bura 10-dursa, onda fərq olan 10 çıx x-dir. Onda burada 14 x-dir. Mən bilirəm ki, bunların cəmi bunu verir. Onda bu x-lar islah gedir zaten. Bu eləyir 24 çıx x bərabərdir x plus 12-yə. X gəlsin bura 2x, bu 12 getsin o tərəfə çıxacaq və x bərabərdir 6 tapacaq. Məndən A fərq B-ni istəyir. Deməli, A fərq B 10-dan 6-nı çıxıram da, 4 dənə eləyir də, elə deyil. 4 dənə eləyir, dəyərli şagirdlər. İndi bax, burada da bir səhv tapdıq. Səhv çoxdur da, yəni axırda da bir səhv eləyiblər. 160 dənə yazıblar. Ay başınıza dönüm. Yəni bu qədər adam olar. Bax, N-aya nə yazmısan? 10. Bu bədbəxt 10 dənədirsə, topu toplamı 10 dənədirsə, düzdür? Necə olur bu 160 nətər oldu? Bax, necə oldu da? Mənə maraqlıdır. Necə oldu sizcə? Nə bilim, valla bu tapşırığı quranda necə qurursunuz, hansı halınızla qurursunuz? 79. A kəsişmə B boş çoxluqdur. Bu o deməkdir ki, yəni boş çoxluqdur, yəni orta boşdur. Bu o deməkdir. Birləşmə 12-dir, əla və NA 4-dür. O NA 4 də əgər orta boşdursa, deməli elə 4 burada dayanır. Və məndən NB-ni istəyir, çox sadə. 12-dən 4-ü çıxarsan cavab 8. Bu heç. Qruplar sizlər üçün 60 situasiya kitabını təqdim edirəm. Burada ikinci qruplarda bilirsiniz ki, situasiya məsələləri çox önəmlidir, çox bal verir və siz bu situasiyaları əldə etməklə yanaşı, onların video həllərini də əldə edəcəksiniz. Və öz qrafikinizə salaraq, mütəmadi olaraq bu situasiyalardan işləyərək, həm də həllərini izləyərək özünüzü imtahana tam hazırlayacaqsınız. Əldə etmək üçün açıqlamada nömrə olacaq, ondan əlaqə saxlayın. Görək nə deyir? Məktəbin 10-cu sinif şagirdlərindən 80-ı dama və ya şahmat dərnəyinə gedir. Aha, bu nə deməkdir? Bu deməkdir ki, dəyərli şagirdlər, birləşmə 80-dir. Bu heç. Sonra, bu şagirdlərin 20-si yalnız şahmat. Onda şahmat, yalnız şahmat olur 20. 45% isə həm dama, həm şahmat, yəni hər ikisi. Onda biz 45% tapsaq, 80-in 45%, yəni %45-i ixtisar eləyək, 36 eləyir. Hər ikisi 36-dır. İndi deyir ki, hər iki dərnəyə gedən şagirdlərin neçəsi, hər iki dərnəyə gedən neçəsi şahmat dərnəyindən şahmatdan çıxsa, yalnız dama dərnəyinə gedənlərin sayı hər ikisinə gedənlərin sayından 2 dəfə çox olar. Gəl baxaq. Gəl birinci bu yalnız damaya gedənlərin sayını tapaq. Ümumi bu 80-dən 20 ilə 36-nı çıxıram da, cəmini çıxıram, yəni 56-nı çıxıram, bu eləyir 24. Bu bilirsiniz kimlərdir? Yalnız damadır. Aha.
Gəl indi dərnəkdən çıxır da deyir. Qoy buranı silim. Baxın. Tutaq ki, X nəfəri çıxdı. Düzdür? Onda hər iki dərnəyə gedən, yəni tutaq ki, belə deyək də, şahmat və dama. Şahmat kəsişmə dama. Onda olur 36 çıxılsın X. Əla. Onda deyir ki, yalnız dama dərnəyinə gedənlərin sayı 24 üstəgəl X olacaq. Və şərtdə də deyir ki, bu o birisindən 2 dəfə çox olsun. Onda 24 üstəgəl X bərabərdir. 2 vurulsun 36 çıx X. Bu tənliyi həll edirik. 24 üstəgəl X bərabərdir 72 çıx 2X. Buradan 3X bərabərdir 48. X bərabərdir 16 tapırıq. Və həmən o deyir də, neçə nəfər çıxsa, elə 16 nəfər. Şagirdlər, abituriyentlər, Güvənin yeni nəşrinin izahlarını davam edirəm. Çoxluqlar bölməsidir. Çoxluqlar bölməsinin əvvəla qaydalarını bu şəkildə konspekt kimi istəyənlər, yəni səliqəli dəftərə yazılmış kimi istəyənlər nömrə yazıb əldə edə bilərlər. Bunu siz çap da edib və bir dəftərə yerləşdirib istifadə edə bilərsiniz. Görürsünüz, qaydalardan savayı nömrələnmiş, yəni topluda, güvəndə elə olan sualların burada həm də qaydası ilə həlli də var. Yəni sizin qayda dəftəriniz həm qaydalar, həm də misal nümunələri kimi olacaq. Qruplar sizlər üçün 60 situasiya kitabını təqdim edirəm. Burada İkinci qruplarda bilirsiniz ki, situasiya məsələləri çox önəmlidir, çox bal verir və siz bu situasiyaları əldə etməklə yanaşı, onların video həllərini də əldə edəcəksiniz. Və öz qrafikinizə salaraq, mütəmadi olaraq bu situasiyalardan işləyərək, həm də həllərini izləyərək özünüzü imtahana tam hazırlayacaqsınız. Əldə etmək üçün açıqlamada nömrə olacaq, onunla əlaqə saxlayın.